Salam əziz izləyicilər, gününüz xeyirli və uğurlu olsun. Bu günə yəni 15 mart olan oyunların təxminləri ilə qarşınızdayım. Bildiyiniz kimi dünən 8 oyun analiz eləmişdik, onların 6-sı gətirdi. Odan izləyicilərimizi buradan təbrik edirəm. Keçək bugünkü oyunlarımıza sözü çox uzatmadan. İstəyirəm başlayım birinci oyun olaraq öz komandamdan, öz sevgili komandam Barcelonadan. Deməli başlayırıq Barcelona və Sevilla'dan. Mənim fikrimcə Barcelona bu oyunda qələbə qazanacaq. Prosta belə deyim, Barsanın qələbəsinə çox az əmsal verir. Ona görə də ən məntiqlisi bu oyuna 2-5 üst atmaqdır. Hal-hazırda 2-5 üst, 1.25 əmsaldır. İstəyənlər, riski sevənlər 2-5 üst və ya 3-5 üst Barsa qələbə də ata bilər. Amma biz risk eləmirik, bizə lazımdır ki, kuponumuz gətirsin. Ona görə də yazırıq 2-5 üst opsiya oyuna. Bir də onu bildirmək istəyirəm ki, mən sizə 20 oyunda analiz edib deyə bilərəm, 30 oyunda analiz edib deyə bilərəm. Siz ürəyinizə yatanları, hansı risksiz bilirsinizsə, onları götürün yazın. Məsələn, mən dünən 8 oyun vermişdim, izləyicilər çoxu götürüb 8-də yazıb. Elələri də var, yazıb ki, Qaqano onu niyə gəlmədi? İnsan övladı, mən sənə 40 dənə oyun verə bilərəm. Mən 100 dəfə videoda deyirəm ki, hamısını yazmayın. Nə qədər az oyun yazsaz, o qədər az risklidir. Yəni, mən bu 8 dənə oyun verəcəm. Siz götürüb 18-ini də yazmayın. 3-ünü yazın, 4-ünü yazın, 2-sini yazın. Nə bilim, yəni, çox pul qoymaq məsləhət deyil. Əgər normal summa qoyursunuzsa 2 dənə oyun yazın. 2 oyundan o tərəf yazmayın. Əgər risk edirsinizsə, hamısını yazın. 1 manat atırsınızsa, hamısını yazın, o problem yoxdur. Amma yəni kuponun gətirməyini istəyirsinizsə, az yazın. Yəni nə lazımdır deyə artıq tamah baş yarar. Durub 8-ini niyə yazırsınız? Məsələn, dünən çox izləyicimiz qazandı. O 8 oyundan 3-ünü yazan, 2-sini yazan, 4-ünü yazanlar utdu. 2 də oyun gətirmədi, sadəcə 6-sı gətirdi. Və yenə də dönə-dönə deyirəm, mən 8 dənə oyun verirəmsə, onun hamısını yazmaq məsləhət deyil. 2-sini, 3-ünü, 4-ünü, mən sadəcə 8 oyun analiz edibsə deyirəm. Sizin hansı ürəyinizə yatır, hansı sizə real uyğun gəlirsə, onları yazın. Sözü çox uzatmadan keçək ikinci oyunumuza. İkinci oyunumuz Liverpool'la Tottenham'dır. Mənim bu oyuna olan təxminim Liverpool'un qələbə qazanmasıdır. Yəni bu oyunu atırıq bir Liverpool'un qələbəsinə. Bir də sizə onu deyim ki, mən bu 8 oyundan 4-ünü yazmışam. Yəni 4-ünə daha çox güvənirəm. Sadəcə 8 oyunu analiz eləmişəm sizin üçün. Ən çox 4 güvəndiyim oyunu da kuponuma əlavə edib yazmışam. Nəysə, keçək 3-cü oyunumuza. 3-cü oyunumuz Manchester United ilə Aston Villa'dır. Mənim bu oyuna olan təxminim 1-5 üstdür. Yəni, hər iki komanda qol vuracaq mənim fikrimcə, amma risk eləmirik. Atırıq bütün oyuna 1-5 üst. 1-12 əmsaldır hal-hazırda. Keçid edirik 4-cü oyunumuza. 4-cü oyunumuz da Pisa və Cagliari'dir. Bu oyuna da gözləntim 1 üstdür. Yəni 1-5 üst yox, əzizləyicilər 1 üst. Elə izləyicilər var, tam qulaq asmır mənə, tez-tez çevirir videonu. Ona görə mən dönə-dönə həmişə deyirəm qrupda ki, bəs videoya tam baxın, tam qulaq asın diqqətlə. 1 üstü hal-hazırda 1-10 əmsaldır. Yəni bu düşə də bilər, qalxa da bilər və ya bağlana da bilər bu əmsal. Yəni bu oyundan çox qol gözləməyin. Ona görə də 1 üst atın, çox risk eləmədən. Keçid edirik 5-ci oyunumuza. 5-ci oyunumuz Stuttgartla Leipzig'dir. Bu oyundan mən bol qol gözləyirəm əslində. Arsa 4 qol, 5 qol. Prosta risk eləmədən bu oyuna atırıq 2-5 üst. Hal-hazırda da 1.26 əmsaldır. Keçid edirik 6-cı oyunumuza. 6-cı oyunumuz Sassuolo ilə Bolognadır. Bu oyundan da 1-5 üst gözləyirəm. Məncə hər iki komanda qol vuracaq. Yenə də buna risk eləmirik. Yazırıq 1-5 üst Sassuolo-la Bologna'nın oyununa. 7-ci oyunumuz Freiburgla Union Berlin'dir. Bu oyunda da mən elə fikirləşirəm hər iki komanda qol vuracaq.
O əmsalı o kuponu da oynaya bilərsiniz. Əslində hər iki komanda qol vuracaq. Amma risk az sevənlər oynayacaq 2 üst. Hal-hazırda da 1.44 əmsaldır. Keçirik 8-ci və axırıncı oyunumuza. Bu da Gənclər Birliyi ilə Beşiktaş oyunudur. Əslində çox məsləhət görmürəm türk klublarını yazasınız kuponlarda. Mən özüm şəxsən yazmamışam. Amma analiz eləmişəm deyə bunu da sizlə paylaşıram. İstəyənlər yazar, istəməyənlər yazmaz. Yəni bu oyuna da təxminim 1.5 üstdür. Sizdən sadəcə tək xahişim videoya yorum atmaq, like atmaq və kanalımıza abunə olmaqdır. Bir də bunu demək istəyirəm ki, zəhmət olmasa uduzmağı bacarmayan insanlar uzaq dursun mərcdən ümumiyyətlə. Nə kanalımıza girsin, nə YouTube kanalına abunə olsun, nə videoya baxsın, nə də ki, yəni ümumiyyətlə heç mərc oynamasın. Çünki bu futboldur. Hər videoda demişəm, indi də deyirəm ki, burada hər şey ola bilər. Udada bilərsən, uduza bilərsən. Məsələn, mən çox yazmıram. Yəni mənim də uduzluğum çox olub. Çünki burada hər şey ola bilər. Bu futboldur, top da yumrudur. Ona görə də uduzmağa bacarmırsınızsa, yəni məsləhət görmürəm mərc saytlarına girməyinizi və ya mərc etməyinizi. Məndən bu qədər əziz izləyicilər. Sağ olun, salamat qalın.